Niyə insanın bəlaya səbr eləməsindən daha çox fəzilət insan üçün nemətə şükür eləməkdir? Niyə görə? Bir daha deyirəm, bir adamın başına 100 dənə bəla gəlib, deyir ilahi dözürəm, sıxıntı içində. Birinə də nemətlər gəlir, bu da Allaha əlini qaldırır, şükür eləyir. Hey şükür eləyir ki, çox şükür sənə. Hədis deyir, bu şükür eləyən, bu səbr eləyəndən üstün. Məntiq nədir? Məntiq budur ki, bəla zamanı, bəla özü özlüyündə insanı sındırır, insanda təvazu yaradır. Amma nemət özü özlüyündə insanda təvazukarlıq yaratmır. Nemət zamanı təvazukar olmaq üçün gərək şükür eləyəsən, bəla zamanı bəla öz-özündə səni sındırır. Boynun bükülür. Bəlanın belə bir xasiyyəti var ki, elə gəldisə insanı sındırır. Nemət isə əksinə. Odur ki, nemət gələndə yanında şükür eləməlisən ki, təvazukar olasan. Allahın da bəndədən bircə istəyi var ki, Allahın qabağında təvazukar olasan, başı aşağı salasan. Allahın bircə istəyi budur. Nemət adətən təkəbbürə səbəb olur. Bəla öz-özlüyündə başı aşağı salır. Görürsən ki, səsi dünyanı götürən adam zəifliyib, əlini istər-istəməz qaldırıb göyə. Qeyri-ixtiyari olaraq. Bəla öz-özlüyündə bu işi görür. Odur ki, bəla zamanı səbir təbii bir haldır. Bəla zamanı Allaha əl qaldırmaq bu təbii bir haldır. Amma gəl şükür vaxtı gedəsən səcdəyə, nemət vaxtı. Nemət gələndə gedəsən səcdəyə şükür eləsən bu fəzilətdir. Çünki nemət öz-özlüyündə səni səcdəyə aparmır. Nemət əksinə səni qaldırır, verildikcə biraz da kimliyi yadından çıxardırsan. Nemət vaxtı özün ixtiyari şükür səcdəsinə gedirsən, bəla vaxtı bəla özü səni səcdəyə aparır. Ona görə deyir şükür səbirdən.